Obamızın üst tərəfindəki dağları uçururlar, dağıdırlar. Kəndimizin yanında göyçək bir qəsəbə qururlar. 2 mərtəbəli məktəb binası da tikiləcək. Kaş indi sən burada olaydın, ata. Biz çoxlu metal çıxarırıq. Deyirlər ki, ondan tank, təyyarə düzəldib cəbhələrə göndərirlər. Baş mühəndis evimizdə qalır. O ərik ağacımıza yaxşı baxır. Amma Məzahir bir dəfə maşını elə sürdü ki, az qalmışdı ağacı sındırsın. Yaman acığım tutdu. Hələ biraz dalaşdıq da. Ərik nübarı anama qismət olmadı. Yox, sən sağ-salamat gələcəksən. Ərik ağacımız hələ çiçək açmamış gələcəksən, ata. Belə də zülm olar. Yazıq Həmidin oğlu da həlak oldu. Ay bu müharibəni çıxardan, görüm Allah səni zəlil eləsin.